Bilirəm ki, yeni ilə hər kəs evi bir cür bəzir, amma mən Çınarənin evi necə bəzənib, gəlin birlikdə izləyək. İlk öncə onu söyləmək istəyirəm ki, yolkamızı bu illəri sadə eləməyi düşündük. Heç bir oyuncaqlar asmadıq. Televizorun kənarlarından qara belə xəttlər gedirdi və onu biz qırmızı vilurla bağladıq. Evimizin sütunlarını isə bu indi trenddə olan bu vilur şarlarla bəzədik. Bunu onu da söyleyeyim ki, əl işidir, yəni əllə bunlar topların üzərinə vilurlar tikilib hazırlanır. Masamızı belə bir dekor elədik və gördüğünüz kimi çılçırağımızdan yenə o şarlardan asdıq ki, fərqli olsun. Reklamlara gəldikdə isə gördüğünüz kimi bu dəfə biz qırmızı vilurdan istifadə etdik. Bu illəri çöl dekorumuzu belə etdik. Yeni il hər birimizə uğur, ruzu və bərəkət gətirsin.